Herkese salam qızlar. Necəsiz? 3 gün bundan qabaq Sədərəyə getmişdim və orada sizə bir dənə 5 dəqiqəlıq, 6 dəqiqəlıq bir video çəkmək istədim. Niyə? Çünki burada şəhərdə baxıram, yolkalar çox bahadır. Sədərəyə o qədər ucuz da deyil deyə bilmərəm, amma ki bura baxanda qiymətlər yaxşıdır, həm də çeşid çoxdur. Bura şirniyyatın 4-cü sırasıdır və burada o qədər gözəl yolkalar, hamısını bir-bir sizlər üçün çəkmişəm, bir-bir baxarsınız. Hər büdcəyə uyğun yolka var. Əgər qiymətləri bilmək istəsəniz, qiymətlər 80 manatdan başlayır, ta ki 600-700 manata yaxın gedir yolkaların qiyməti. Və bunlar nağd alışdadır, təbii ki kredit yoxdur. Bunu da deyim, biləsiniz. Siz də evinizə belə gözəl yolkalar almaq istəyirsinizsə, Sədərəyin şirniyyatda 4-cü sırası çox gözəl, həqiqətən hər şey var. Ev dekorları, hər bir şey var. Asanlıqla gedib ala bilərsiniz. Bir sözlə, yəni orada yoxdur da, hər şey var. Hər bir şey. Videoda da görsəndiyi kimi. Və elələri var təzə gəlib, bu il gəlib. Dekorlar, bəzəklər, yolka elələri var. Keçən ildən qalmadı. Keçən ildən qalmağa baxmayaraq çox gözəldir hər biri həqiqətən. Mən həqiqətən elə bir yolka aləminə düşmüşdüm. Yəni gözümü heç birindən çəkə bilmirdim. Mən özüm də evimin dekorlarını, yolkamın bəzəklərini buradan aldım. İnşallah ki, gələn il böyük bir yolka almaq həvəsindəyəm. Çünki yolkam getdikcə biraz köhnəlir. İnşallah yolkamı bəzəyib sizlərlə paylaşacağım. İnşallah ki, gələn il mən də Sədərəyə gəlib böyük bir yolka almaq həvəsindəyəm və inşallah gələn il bu reallaşacaq. Çünki bu il biraz evlə bağlı xərcləri olduğuna görə bu il ala bilmədim. Amma inşallah ki, gələn il mütləq alacağım. Və mən istədiyim yolka 600 manat civarındaydı deyə, yəni mən ala bilmədim. 100-200 manat olsaydı, 300 manat olsaydı alardım. Deyirəm bir dəfəlik alım, öz istədiyim olsun. Belə. Və sizi video ilə baş-başa buraxıram. Siz videoya baxın. Qiymətlər necədir? Şərh bölməsində yazmağı unutmayın. Çox maraqlıdır sizin fikirləriniz. Qiymətlər necədir? Mən üçün normaldır. Amma sizləri bilmirəm. Fikirlərinizi bildirərsiniz. Və videonun sonunda videonu bəyənib abunə olmağı unutmayın.